Aparıcı Elgiz Əkbər evlilik verilişinin bağlanmasının səbəbini açıqlayıb. Bu barədə öz verilişində danışan Elgiz buna tənqidlərin səbəb olduğunu deyib. İctimaiyyətin münasibəti bizim üçün önəmlidir. Bu verilişlər də tamaşaçı üçündür. Əgər hansısa mövzu tamaşaçıda qıcıq yaradırsa etmirik. Onların qəsdinə dayanmayacağıq ki, çox tənqid etdilər. Biz də bu məsələni saxladıq. Şair və qiraətçi Nazilə Səfərli məclislərin birində başına gələn hadisədən bəhs edib. Bu haqda sənətçi qonaq olduğu Zaurla Günaydın verilişində danışıb. Nazilə bildirib ki, bir şəxs məclisdə onu sözləri ilə utandırıb. Bu hadisə çoxdan olub. Bir məclisə getmişdim. Orada Elman adında bir kişi vardı. Bu hamıya məni yaxından tanıdığını deyib. İçəri daxil oldum. Orada 20-dən çox kişi vardı. Başımı qaldırıb niyə hamı ilə bir-bir görüşməliyəm? Salam verib keçdim məclisin başına. Çünki məclis artıq başlayırdı. Gözləmədiyim bir anda həmin şəxs ayağa qalxıb üzümə "Adama salam da vermirsən, kim idin az sən? Səfərlidən armud yeyə-yeyə gəlib adam oldun" sözlərini dedi. Arxasınca ona "Sən də o armuddan yemişdin, bəs sən niyə adam olmadın?" dedim.